قالوا ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا على القوم الكافرين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبه نستعين وهو المعين. الحمد لله. السلام على رسول الله وعلى آله آل الله. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalam və siz əziz dəyərli izləyicilərə Allahın lütfu ilə Qur'anla üns verilişində siz əzizlərin xidmətindəyik və inşallah Ustad Hacı Əhlimanın Qur'an marifindən siz əzizlərə silsiləvari söhbətlərini inşallah birlikdə izləyək. Hacı salam aleykum, xoş gəldiniz. Salam çok sağ olun. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin. Allah'ın salavat salamı olsun Peygamberine ve Ehl-i Beytine ve müminlere. Kur'an-ı Kerim'in bir Allah'ın nimeti kimi, bir Allah'ın kəlamı kimi, ilmi kimi bize Allah'ın tərəfindən lütf olunub bizim hem dünya ve hem ahiretimizi düzeltməkdən ötürü, bizi kamilliyə çatdırmaqdan ötürü ki, bunlar məlumdur. Biz hər dəfə Quran-ı Kərimin bir cəhəti barəsində danışırdıq. Bu dəfə az bir müddət ərzində Quran-ı Kərimin vəhyinin növlərinə istəyirəm işarə edirəm ki, Allah Teala peyğəmbərləri ilə hansı növ vəhy ilə danışıb, ya elə ümumiyyətlə vəhy bir növdür, bir cürədir. Quran-ı Kərimdə Şura surəsinin axırıncı ayəsidir, səhv eləmirəmsə, buyurur ki, 51-ci ayəsi və ma kana li bəşərin ən yükəlliməhullah illa vəhyən av min vərai hicab av yursilə rəsulən fəyuhi biizni ma yəşə innəhə əliyyün həkim. Deməli, Allah Teala mənası, mən məzmunun deyirəm də, yeni o ibarətin tərcüməsini demirəm, məzmunun deyirəm ki, Allah Teala bəndəsinə vəhy edəndə ya min vərai hicabın, bir hicabın arxasından vəhy eləyir, ya peyğəmbər göndərir ona, ya da ki, ən yükəlliməhu vəhyən, ən yükəlliməhullahu vəhyən, o min vərai hicab, deməli, hicab arxasından demək və danışdırmaq vəhy formasında, ya da ki, bir elçinin göndərməsi ki, bunun təfsirində buyururlar ki, elçinin göndərilməsi, yəni məsələn, mələkin gətirib peyğəmbərə və peyğəmbərlərə vəhyi çatdırmasıdır. Min vərai hicab Həzrəti Musa ilə Allah Teala'nın danışığıdır ki, o özünün bəhsi çoxdur da, məsələn, Həzrəti Musa səsi ağacın yanından, ya ağacdan bəziləri deyir, eşidirdi. Və bəziləri də deyirlər ki, yox, o səsi ilə bütün hər altı cəhətin altısından əhatə eləyirdi. O cürə və bəzən də yuhi, Allah vəhy eləyirdi ona. Düzdür, burada vəhy kəlməsi ümumi mənası da var, xüsusi mənadır. Yəni, vəhy deyəndə ümumiyyətlə ümumi mənada hansı bir formada gəlirsə gəlsin, bəndiyə Allah Teala'nın o istədiyi çatdırmağı, istədiyi hökmü çatdırmağıdır ümumi mənası. Xüsusi mənasına gələndə, ki, burada ayədə 3 dənə forma deyir, bir mələk göndərir, bir hicab arxasından, yəni səs eşidir peyğəmbər, bir də ki, vəhy eləyir, burada vəhy xüsusi mənasınadır ki, onun ən deyirlər ağır növüdür vəhyin, ən çətin növüdür ki, onu da peyğəmbərlər nə mələkin vasitəsilə almır, nə səs eşitməklə vasitədir. Çünki orada mələk vasitədir, orada səs vasitədir, amma burada onun heç bir nə səs var ortalıqda, nə mələk var. Elə bil peyğəmbər onu həmin o mənanı, həmin o kəlamı neynir? İlham yolu ilə da onu dərk eləyir, onu elə bil
Peyğəmbərin zehninə daxil olur o. Əlbəttə, tək məna yox. Mümkündür biri deyək ki, məsələn, Cənab Cəbrəil gəlib ona deyir ki, İqrə bismi Rəbbikəl-ləzi xələq. Bunu belə deyir. Məsələn, səs eşidəndə də elə o səsi eşidir ki, İqrə bismi İzə cəə Nəsrullah vəl-fəth. Məsələn, bunu səs formasında eşidir. Amma o ki, Peyğəmbər bu iki dənə yox, əsl o vəhy xüsusi mənasında vəhyi dərk eləyir ki, onu bütün vücudu ilə Həzrəti Peyğəmbər dərk eləyir. Burada onun mənası budur ki, onun mənası, məzmunun dərk eləyir. Elə İzə cəə Nəsrullahı, yəni biz keçən dəfələrdə dedik ki, Allah Teala Qur'anın o aliyə hissəsi var, nazilə hissəsi var. Allah Teala onu nazil eləyib, gətirib, rəqiqləşdirib, sadələşdirib bu ərəb kəlmələrinin, ya İbri, məsələn, Tövratı İbri kəlmələri ilə, Quranı ərəb kəlmələri ilə bizə başa salmaqdan, düşməkdən ötəri deyib və Peyğəmbərlər amma o üçüncü vəhiy formasının Peyğəmbərlərdə ruhları, onların o mənəviyyatı o qədər yüksəlir. Onu nə tam nazilə form cəhətindən, səviyyəsindən, nə də tam aliyyət cəhətindən. Bir orta, elə bil bizim loru dildə deyilsə, yarı yolda Peyğəmbər onu dərk eləyir. Amma elə dediyimiz kimi, nəinki onun məfhununun, məzmunun dərk eləyir. Elə həmin həqiqət ki, o bizə Quranda necə yazılıb, biz gördüklərimiz, yəni həmin kəlamla, həmin o hərflə, həmin kəlmə ilə onu o cürə dərk eləyir ki, bu da vəhyin ağır növüdür ki, Həzrəti Peyğəmbərdə, Peyğəmbərlərin bəzilərində ya bu olub, ya o olub, amma Həzrəti Rəsulullahda üç növün üçü ilə də olub. Elçi də gəlib, minvərai icab da olub, Merac da əsasən və o cürə dediyimiz vəhiy formasında da olub. Allah razı olsun. Təşəkkürüm. Deyə bilsəz, əgər çox sual olunan suallardan biridir, Nəbi ilə Rəsulun fərqini? Nəbi ilə Rəsulun fərqin bu mütəkəllim alim, kəlam elminin alimləri onun barəsində müxtəlif fikirlər söyləyiblər. Biri deyir ki, məsələn, Nəbi olardı ki, vəhiy alırlar, amma məsələn, onu çatdırmağa boyunlarında müvəzzəf deyirlər. Amma Rəsul odur ki, həm vəhiy alırlar, həm çatdırmağı da çatdırmağı vəzifələridir, boyunlarındadır vəzifələri çatdırmaq. Və bunu oxşar bir neçə cürə sözlər deyir. Amma məsələn, Ayətullah Misbah Yəzdi, onun bu neçə dənə söz var orada, Nəbi nədir? Amma Nəbi onu bilirik ki, vəhiy alan deyərlər. Nəbi xəbər verən deməkdir də, vəhiy alı xəbər çatdırır. Rəsul da risalətdir. Məsələn, bəzilər deyirlər ki, 313 nəfər Rəsul var da rivayətlərə görə. Nəbilərin içərisində 330 nəfəri Rəsuldurlar ki, bəzilər dedilər ki, Nəbilərin məsələn vəzifəsi ilə vəhiy alıb çatdırmaqda, amma Rəsulların vəzifəsi elə bil o alıb çatdırmaqdan əlavə də artıq vəzifələri var və yaxud bunların məsuliyyəti daha artıqdır. Hətta məsələn deyirlər, Peyğəmbərlər ki, onların imaməti də var, orada həmin o nəbilik də var, rəsulluq da var. İmamətləri buna görədir ki, o şərait olan yerdə onu tətbiq edib, hökm şərini icra eləmək, nizam qurmaq, bunlar da onların boynunda vəzifədir. Amma bunların hamısını Ayətullah mərhum Misbah sayandan sonra deyir ki, bunların hamısı ehtimallardır, yəni alimlərin nəzəridir. O ki, yəqindir, bütün nəbilər mürsəl deyirlər, amma bütün mürsəllər nəbidirlər. Yəni, nəbi olmamış mürsəl olmurlar. Ki, bəziləri məsələn deyirlər, xatəmən nəbiyyindir, məzhəb açıblar özləri üçün deyirlər, Peyğəmbər nəbilərin sonuncusudur. Amma rəsullar davam edir. O səhv sözdür. Ən sadə cavabımız onu odur ki, heç yerdə rəsul nəbisizdir. Harada rəsul varsa, Allah Qur'an-ı Kərimdə harada birinin risalətindən danışıbsa, onun nübüvvəti də var. Yəni, belə deyək də, laf sadə dildə. Allah Teala heç bir şəxsə
nübüvvət verməmiş risalət verməyib. Bəli. Ona görə ola bilməz bir nəfər nübüvvəti olmaya, amma risaləti ola. Yəni o söz batıl sözdür. Yəni o ki yəqindir bu mövzuda, onu bilirik ki, məsələn, risalət özü əxəssdir nübüvvətə nisbət. Təşəkkür edirik əziz dəyərli ustadımıza, həm də əziz izləyicilərimizə. Çox sağ olun. Siz də sağ olun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və bihi nesta'in. Və huvel mu'in. Elhamdülillahi. Esselamu ala Resulillah və ala alihi alillah. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və siz əziz dəyərli izləyicilərimizə inşallah. Quranla üns verilişində siz əzizlərin xidmətindəyik. İnşallah bugünkü verilişimizin qonağı bizim gənc, kiçik Quran qarimizdən olan adı Muhammed. İnşallah sizin xidmətinizdə olacaq və eyni zamanda dəyərli Quran ustadı Rahib müəllim də xidmətinizdədir. İnşallah Rahib müəllim əziz izləyicilərlə salamlaşsınlar. Bismillah, başlayaq. Selamun aleyküm və rahmetullah. Xoş gördük hər birinizi. Allah siz ustadlardan da razı olsun. Quran yolunda xidmət edirsiniz. Allah sizi, bizi hamımızı müvəffəq eləsin. Amin inşallah. Keçən verilişlərdə ki, Quranla üns haqqında danışırdıq, yadınızdadırsa, orada bir neçə məsələlərə qısa da olsa toxunduq. Onlardan biri tədəbbür idi. Ayələrin haqqında barəsində tədəbbür etmək, yəni təfəkkür eləmək haqqında bir çox söhbətlər oldu və ümumilikdə istəyərdim giriş üçün əziz izləyicilərimizə Quran-ı Kərimlə ünsiyyətin yolları haqqında bir qısaca başlıq olaraq bir qısa başlıqlar deyək. Əvvəla bir kitab haqqında belə deyək, ünsiyyət olsun deyə, o kitabı tanıyaq deyə əvvəl şərtimiz budur ki, biz o Quran-ı Kərimi mütaliə eləməliyik. Yəni, yaxud hər hansısa bir elmi kitab olsun, hər hansı bir bədii, ədəbi kitab olsun, onun haqqında insanın gərək əvvəl oxusun və informasiyası olsun. Və ikinci məsələ, ünsiyyətin artması üçün və yaxud daha dərindən bu kitabı tanımaqdan ötürü zamanımızda o qədər kitablar gəlir, keçir, hansını oxuyursan, baxırsan içində maraqlı mətləblər var. Amma o mətləblər mümkündür, düz mətləblər olsun, mümkündür, o mətləblər səhv mətləblər olsun. Hətta o məntiq elminin əvvəlində də belə bir cümlə yadınızdadırsa, alimlər deyirlər ki, hətta məntiq elminin baniləri belə məntiqi səhvlərə yol verirlər. Odur ki, hər eşitdiyimiz söz, hər eşitdiyimiz nağıl, hər eşitdiyimiz rəvayət və yaxud Quran-ı Kərimdən bu mühüm rol oynayır bugünkü günü. Quran-ı Kərimdən hər hansısa bir ayəni ərəbcəsini deyib və onun ayənin lüğəti mənasını deyib elə bir səhv informasiya ötürə bilərlər ki, bu cəmiyyətə ola bilər ki, o insan psixologiyasında, şuur altında uzun müddətli bir mənfi təsirə yol aça bilər. Odur ki, bir yolu mütaliə olsa da digər yolu təhqiqdən keçir. Yəni axtarmaq və araşdırmaqdan keçir. Və bu iki halət insandan baş verəndən sonra oxuduqlarını və o düz nəticələri insan gərək öz həyatında neynəsin? Tətbiq eləsin, həyatına gətirsin, çıxartsın. Amma bunların sonunda belə bir maraqlı bir mətləb var ki, bu ki Quran-ı Kərimi mütaliə elədi, bu ki təhqiq elədi və düzgün mətləbi tapdı, indi istəyir onu öz həyatına tətbiq eləsin. O həyatına tətbiq eləyən zaman istəyərdim Quran-ı Kərimdən və xatırladım ki, Rahib müəllim Quran-ı Kərimi demək olar ki, hafizdir, eyni zamanda işıqlandırılmamış bir tərəfidir. Ona görə mən istəyərdim bu ayələrə xüsusilə isnad eləsin. Tətbiq xalis niyyətlə olmalıdır. İxlas haqqında inşallah Rahib müəllim istəyərdim bir neçə kəlmə siz buyurasınız. Buyurun. Bismillahirrahmanirrahim. Hacızan verilişin müddəti biraz azdır. Mövzu həqiqətən çox geniş mövzudur. İnşallah bu mövzunu ilə hər verilişimizdə ixlas haqqında bir neçə
ayə İnşallah hacı. əzizlərimizə çatdıraq. Mən istəyərdim belə sualın əvvəlindəki müqəddəmə ünvanında bir neçə məsələyə toxundunuz. Onları mən elə müxtəsər olaraq ayələrlə inşallah onlara işarə edeyim. Bir ayə var Quran-Kərimdə Bismillahirrahmanirrahim surə Qamarda. Və laqad yəssərnəl Qur'anə lizzikr fəhəl min muddəkir. Muddəkir elə düşünmə mənasında deyir. Biz Quran-ı Kərimi sizin üçün müyəssərlədi, asanlaşdırdı, başa düşülən tərzdə, qəliz olmayan tərzdə sizin ixtiyarınıza qərar verdik. Bəs nə üçün düşünmürsünüz? İkinci mətləb olaraq dediniz, insan onu bəli mütaliə hər oxuduğumuz kitabda biz müəyyən naqisliklərə, məntiqsizliklərə, belə deyək də, kamil olmayan mətləblərə rast gəlir. Amma Quran-ı Kərimin bir ayəsi var. Allah Teala buyurur: "Qur'anan Arabiyyan ghayra zi ivacin la'allahum yattaqun." Elə mövzu bir-birini tamamlayır, deyir. Bu Quran-ı Kərim heç bir əyrilik olmayan bir kitabdır. Heç bir nöqsan orada tapa bilməsə, "Vəlam yecəllahu ivaca" surəyi səhv etmirəmsə Furqanın yoxsa Kəhf surəsinin əvvəlində Allah Teala buyurur: "Vəlam yecəllahu ivaca." Heç bir əyrilik biz bunda qərar verməmişik. Nədən ötəridir bu? "La'allahum yattaqun." Yəni əyrilik olmayan bir kitab insanı təqvaya gəlib çatdıra bilər, kamilliyə çatdıra bilər. Və nəhayət buyurdunuz ki, biz tətbiqdə nəyə diqqət eləməli? Quran-ı Kərimin həyatımızda belə tətbiq eləməkdən ötəri neyək ki, bu nəticə versin? Bundan ötəri ixlas lazımdır. Quran-ı Kərim buyurur ki, "İnnəmə yetəqabbəlullah minəl muttəqin." Əgər bir əməlin bizdən qəbul olmağını istəyirsə, innəmə, fəqət yolu budur ki, yetəqabbalullah, Allah qəbul edəcək minəl muttəqin. Yəni insan təqvaya yetişə, təqva mərhələsinə yetişə ki, yəni ixlasın şərti budur ki, təqva olada. Allahdan qeyrisini ora qatmayasan. Yəni müttəqilər də nəticədə qədər müxlislər olar da. Necə ki, şeytan lənətullah ki, Allaha dedi, hamısını yoldan çıxardacağam. İllə ibadəkə minhumul muxləsin. Oradakı ixlaslı bəndələrdən başqa. Bəli, mövzu həqiqətən genişdir. İnşallah hər verilişdə qısa bir keçid eləyərik Allahın izni ilə. Bəli, keçək bizim Muhammed balamıza. Allah salamat eləsin. Muhammed bala, sizin neçə yaşınız var? 15 yaşım var. Maşallah, maşallah. Neçə müddət ərzindədir siz Quran-ı Kərimlə? 5 ildir Quran oxuyuram. Maşallah, 5 ildir Quran oxuyursan. Quran oxumaqda sizdə həvəsi kim yaradıb? Kim istəyib? Özünüz istəmisiniz, yoxsa? Bəli, özüm istəmişəm. Yəni, mənə deyiblər, Quran oxumaq sən. Mən də qəbul eləmişəm ki, yəni, oxuyaq. Maşallah, Allah salamat eləsin səni. Bəs orta məktəb dərslərin necədir? Yaxşıdır. Qiymətlərin yaxşıdır? Bilirsən də, Quran-ı Kərim oxumaq, yəni namaz qılmaq, Quran oxumaq bizi gərək elm oxumaqdan, digər elmləri oxumaqdan saxlamasın. Bunlar bir yerdə bir mənanı, böyük bir mənanı ifadə edirlər. Bilmirəm, səhv düşünürəm yoxsa yox. O digər elmlər ki var, riyaziyyatdır, kimyadır, fizikadır, biologiya, astronomiya, onların hamısı bu Quran-ı Kərimi açmaq üçün alət elmləri. Çox köməklidir. Bəli, yəni çox mətləblər var ki, məsələn, coğrafiyadan oxuyasan, məsələn, küləyin yaranması, təzyiqin çox hissəsindən. Külək necə yaranır deyə bilərsən? Oxumamsan onu hələ. Ora gəlib çatmamısınız yəqin ki. Az olan tərəfinə hava axınızı, bu cür şeylər. Yəni, istər küləyin yaranması, istər yağışın yağması, buxarlanması, meyvələrin tozlanması, ümumiyyətlə tozlanmanın özü gətirir bir tərəfdən, yağışın özünün buxarlanmasına səbəb olur. Yəni, bu kimi şeylər göyləri sizin görməyəcəyiniz şəkildə sütunlar üzərində qərar verdik. Yerin cazibə qanununa və fizikaya aid olan bir məsələ. Yəni, tövsiyəmiz budur ki, orta məktəb dərslərini də gərək çox gözəl oxuyasınız. Bu da onun yanında gözəl bir nəticə versin inşallah. Hansı surədən oxuyacaqsınız? Hədid surəsi. Hədid surəsi. Əvvəldən? Birinci ayədən 11-ci ayəyə qədər inşallah. Birinci ayədən 11-ci ayəyə qədər. Bəs hansı qariləri, Quran qarilərini dinləyirsiniz?
İlk dəfə sizi dinləmişəm. Yəni sizi təqlid eləmişəm. Ay maşallah. Sonra Hacı Rahib təqlid eləmişəm. Maşallah. Bir Əhsən. saydı. Əhsən. Mən bax bilmirdim. Yəni keçən il Onları aydan 2 dəfə görmüşəm. Bir dəfə o Xırdalanda olan Quran müsabiqəsində görüşmüşük. Allah səni salamat eləsin. Boynumuza haqq qoydum da gələk Rahib müəllim. Bu kişi bizi təqlid eləyib. Gərək canlı bu kişi ilə məşğul olaq biz inşallah. İnşallah. Ya Allah. Surə Bismillah. Duxanı sizdən təqlid eləmişdi. Duxan surəsini Duxan da təqlid eləmişəm. İlk dəfə Duxan təqlid eləmişəm. Sonra Hədidi. Hədidi də mən oxuduğumdan baxmısınız. Tamam, baxarıq. Eşitməmişdim, Buyurun. onu eşitərik. Buyurun inşallah. Mənim üçün də yenilik oldu. Euzubillahimineşşeytanirracim. Görüm öz yadıma düşəcək oxuduqlarım. Bismillahirrahmanirrahim. Əhsən. سبح لله ما في السماوات والأرض Allah, maşallah. Əhsənt. وهو العزيز الحكيم Allah, maşallah fik. Əhsənt. Əhsənt. Gözəl. له ملك السماوات والأرض Allah. يحيي ويميت Allah. Maşallah. له ملك السماوات والأرض يحيي ويميت وهو على كل شيء قدير. أحسنتم ما شاء الله. هو الأول والآخر والظاهر والباطن. أحسنتم. هو الأول والآخر والظاهر والباطن. أحسنت ما شاء الله. هو الأول والآخر والظاهر والباطن وهو بكل شيء عليم. أحسنتم ما شاء الله ما شاء الله. Rahmelim koşulur. Güzel okuydu. Geçen şey inşallah. Tamam öylesin inşallah. هو الذي خلق السماوات والأرض في 6 أيام ثم استوى على العرش. Allah Allah ما شاء الله. Şu cevabı girdi. Allah ما شاء الله. Ceza. يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء. Ahsentum. Hazır Yunzil'i söyle Yunzil'i. Olapsınız. Yunzilu dedi. Yunzilu Olapsınız dedi. sen takip edelim bunu anla. Ha. O ayəni bir də oxuya bilərsən? يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء وما يعرج فيها. Maşallah, maşallah. Mən indi elə oxuya bilmirəm onu.
Ben indi elə oxuya bilmirəm. Bəlkə necə işləyib bunu, maşallah olsun. Rahat müəllim oxuyun, biz səni bilirik. Amma o cür oxuyun. O cür oxuyanlar ama. يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء وما يعرج فيها. Əhsəntum. O ayəni bir də oxu da zəhmət olmasa. يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء وما يعرج فيها. Allah, maşallah. Əhsənt. وهو معكم أينما كنتم والله بما تعملون بصير. Güzel soru var. Dəhşət. Dəhşət. Məşğulsuz bu uşaqlar yoxsa yox? Yox, mən onu Duxan surəsində eşitdim, onu gördüm. Heç bunu yoxlamayaq çağıra. Duxan surəsində oxumusan deyir. Ben. Tamam. Bunu bitirdin. Hacı bu 11 aya kadar Bir şey okuyacaq. okuyaq, Vaxt çox inşallah. gələcək. Oxu. Bir 2 ayəni də oxu. Maşallah olsun sən. Başıma gəldi. İnşallah mənim nömrəmi götürərsən, özüm şəxsən məşğul olay. Ben var, sizin nömrəniz məndə var. Allah, mənim nömrəm də var səndə. Həm təqlid də eləyirsən, mənim xəbərim yoxdur. Bəs niyə yazmırsan, mənə bir niyə səs atmırsan? İnşallah səndən məşğul olacağam, ciddi. Yaxşımı? وهو معكم أينما كنتم والله بما تعملون بصير. Allah. Boğazın oxşarlığı var, hər kəsdə o yoxdur. Bir məndə var, bir onda. Ha, gəl. Sən dur. Zəngüran da oxşadı. Yəni. له ملك السماوات والأرض وإلى الله ترجع الأمور. أحسن. يولج الليل في النهار ويولج النهار في الليل وهو عليم بذات الصدور. Allah. Maşallah. Muhammed, bunları mən oxumuşam. Ben. Allah razı olsun. Hacıcan deməsəydi, kimdən təqid eləmişəm, oxusaydı mən deyərdim, Hacı sana təqid eləmişəm. Birə bir. Oxşatma görə birə bir. Allah salamat eləsin, maşallah. آمنوا بالله ورسوله وأنفقوا مما جعلكم مستخلفين فيه. Allah. Güzel. Allah, maşallah. فالذين آمنوا ben mi de eleyim hadi. وأنفقوا لهم أجر كبير. Allah. Bir. Allah, maşallah. Sen. وما لكم لا تؤمنون بالله ورسوله يدعوكم لتؤمنوا بربكم Allah. يدعوكم لتؤمنوا بربكم وقد أخذ ميثاقكم إن كنتم
sonluq biraz xaric Təşəkkür oldu. olsun. Əvvəl Bura qədər ki oxumuşdun bundan əvvəlki ayəyə qədər, ora qədər bəsdir. Yaxşı, bundan sonrakını mənlə bir yerdə işləyərik. İnşallah Məhəmməd bala, Allah səndən razı olsun. Sənin üçün bu bir yeni bir yoldur, gözəl bir xəttdir. Mənim üçün də bir yenilik idi. Allah şahiddir. Mən 2 dəfə bu uşağı görürəm. 2-ci dəfə də görürəm yəni bu uşağı ki, gözəl bir mənim özümə də biraz diqqət istətdirir bu şeylər ki, səni təqlid edirlər, düz oxumaq lazımdır, yaxşı oxumaq lazımdır, can qoymaq lazımdır. Allah səni əziz eləsin Muhammed. İnşallah səndən şəxsən məşğul olmaq istəyirəm və yaxın gələcəkdə daha gözəl, daha necə deyirlər, keyfiyyətli tilavətlər sərgiləyərsən Allahın izni ilə. Yaxşı məzzim. Allah səni salamat eləsin. Bəli, əziz, dəyərli izləyicilərimiz, gördüyünüz kimi bu verilişin belə deyək də bir necə deyərlər, siması da həm bu yaşda olan uşaqların, gənc yaşda olan uşaqların Quran-ı Kərimlə həm ünsiyyətləri, həm də bu cür gözəl istedadların ortaya çıxmasına səbəb olan bir verilişdir. Bəli, Quranla ünsiyyət insanı ucaldar. Hər birimizi, özüm də sizlə bərabər Allahdan istəyirəm ki, Quranla ünsiyyətimizi artırsın və bu yolda Quranla ünsiyyətdə olub, oxuyub, mütaliə eləyib, ixlasla ona əməl eləməyi Rəbbimiz bizlərə nəsib eləsin inşallah. Allah'a əmanət olun. Selamun aleykum və rəhmətullah və bərəkatuhu. أقدامنا